Bu maşın sadəcə nəqliyyat vasitəsi deyildi. Bu status idi. Çayka, Sovet dövrünün premiumu. Qaz Çayka SSR-də adi adama satılmırdı. Bu avtomobil nazirlərə, generallara, yüksək vəzifəlilərə verilirdi. Kimdə Çayka var idisə, deməli sistemin içində idi. İki seriyada istehsal olunmuşdu. Qaz 13 1959-1981-ci ildə və Qaz 14 1977-1988-ci ildə. Mühərrik 5.5 litr V8 benzin, 220 at gücü, sürət qutusu, avtomat o dövr üçün lüks sayılırdı. Sürəti maksimum 175 km/saatda. Rahatlığı, yumşaq askı, geniş salon. Çayka sürət üçün yox, rahatlıq və hörmət üçün yazılmışdı. Bu maşın yolda görünəndə hamı başa düşürdü. Bu sıradan biri deyil. Bugün Çayka kolleksiya maşınıdır. Toylarda, retro çəkilişlərdə istifadə olunur. Yaxşı vəziyyətdə olanlar çox bahadır. Qısa desək, Çayka Sovet dövrünün Mercedes S-klası idi.